Sosial şəbəkələrdə sürücülük təlimi axtardığımız zaman qarşımıza saysız-hesabsız təlimçi səhifələri və reklamları çıxır. Qanunvericiliyə əsasən sürücülük təlimi verən şəxslər ən azı 5 il intensiv sürücülük təcrübəsinə malik olmalıdır. Eyni zamanda nəzəri bilikləri və psixoloji hazırlıqları yoxlanmalıdır. Lakin reallıqda bu tələblərə hər zaman əməl olunmur. Bəzi sürücülük kurslarında təlimçilərin əksəriyyəti sadəcə taksi sürücülərindən ibarətdir və onların peşəkar təlim vermə bacarığı sual altındadır. Bu isə sözü gedən sahədə nəzarətsizliyin və keyfiyyət problemlərinin olduğunu düşünməyə əsas verir. Bir çox mütəxəssis belə halların yol təhlükəsizliyinə və gələcək sürücülərin hazırlıq səviyyəsinə ciddi şəkildə təsir göstərdiyi qənaətindədir. Bəs sürücülərin hazırlanması üçün əsas hansı tənzimləmələrə ehtiyac varmı? Bu barədə Nəqliyyat Məsələləri üzrə ekspert Eldəniz Cəfərov bizim mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə bəzi sürücü məktəbləri və sürücülük kursları dərsləri formal şəkildə tədris edir. Bu səbəbdən də bugün yol hərəkəti qaydalarını bilməyən, avtomobili lazımi səviyyədə idarə etməyi bacarmayan, sürücülük mədəniyyəti olmayan sürücüləri görürük. Bu, həm də yollarda baş verən qəzalara da təsir edir. Statistikaya görə belə sürücülər tərəfindən edilən qəza sayıları daha çoxdur. Sürücülük təlimi ilə məşğul olan kəslər əsasən nümunəvi vətəndaş və sürücü olmalıdır. Uzun müddət sürücülük təcrübəsi olmalı, tarixçəsində ağır qəzalar, qaydaların dəfələrlə pozulması olmamalı və buna bənzər məsələlər xüsusi diqqətə götürülməlidir, deyə o vurğulayıb.